İllər boyu münaqişənin mərkəzində yer alan Sərsəng artıq Azərbaycanın su təsərrüfatının önəmli mənbələrindən birinə çevrilir. Sərsəng su anbarında artıq tikinti işlərinin başlanması üçün düşərgə salınıb. Kənardan sakit görünən bu su hövzəsinin arxasında əslində mürəkkəb bir sistem dayanır. Suqovuşan su anbarında suyun mexanikiləşdirilməsi SCADA sistemi ilə həyata keçirilir. Bu torpaqlar bir neçə il əvvələ qədər tam potensialı ilə istifadə olunmurdu. Suverenliyimiz tam bərpa edildikdən sonra rayonumuzun su təsərrüfatına çox ciddi dönüş yarandı. Əhəmiyyətli rol oynayan su mənbələrindən biri də Xaçınçay su anbarıdır. Qəzas tullayıcıdan, çaya gedən sudan biz səmərəli istifadə edərək əkin sahələrinin suvarılmasında istifadə edirik. Çaya göndərən çay su anbarıdır ki, 9,5 milyon kubmetr su tutumuna malikdir. Xudafərin hidroqovşağı yeni iqtisadi imkanlar yaradır. Tam həcmi 1 milyard 612 milyon kubmetr təşkil edir. Qarabağda həyata keçirilən bu layihələr nəticəsində su ehtiyatları yenidən vahid idarəetmə sisteminə inteqrasiya olunur.